Sakinlərə şad xəbər, belə ki, yeni metro stansiyası məhz bu tarixdə açılacaq. Hansı tarixdə, onu isə xəbərimizdə deyəcəyik. 12 fevral tarixidir və gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşki xəstəxanası kimi tanınan bir sayılı kliniki tibbi mərkəzin yaxınlığında yeni metro stansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlərin sözlərinə görə illərdir təmir edən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, B4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. 8 noyabr B4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib və Bakı Metropoliteni rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.